Herkese salam deyirəm, günaydın deyirəm. Əslində günaydın deyir, üçün yarısıdır. Tezdən mən durmuşam. Tezdən nə deməyək də. Oyanmışam, yatmışam, saat 1-ə işləmiş, işi başlamışam evi təmizləməyə. Evin digər yerlərini hər yeri təmizləmişəm. Qalıb bir dənə, yenə həmişə kimi öz yataq otağım. Göstərdim. Burada kəsərək evi təmizləyib. Qabları yığmışam. Sizi həmişə qab yumaqla bezdirmədim, onun üçün çəkməliyim. Belə uşaqlar üçün yeməyim var, bir dənə makaron pişirəcəm, kotletim var, bir dənə makaron pişirəcəm. Stollarda qoymuşam bura. Paltarları yuyduğumu atmışam, maşına yuyur. Sərgidən yığdıqlarımı qatdalayacağım. Bunu ən sona saxlamışam. Həsən sizi salamlayır bu arada. Bunları tökmüşəm bura, xırda qatdalayacağım. Xırda işdi. Ev turu deyirsiniz də. Belə göstərin. Bunu görə xəbər eləyim götürsünlər. Bu çəkilişini də gəlib götürməyiblər. Bu bizim qonaq otağımız. Həsən bəy burada. Tam göstərmirəm, kompüteri ilə oynayır. Bizim uşaqlar deməli qonaq otağımızdır. Sonra bura podyezdimizdir. Visilər hamamdır. Duş kabini, visi, yataq otağı deməlikdə də göstərirəm. Hüseyin yatıb uşaq otağını sonra göstərərəm. Hesablaşar birdən. Buranın zaten görmüşdünüz. Neyse, keçək yataq otağına. Yataq otağının işi həmişəki kimi bayağı çıxdı. Əslində bu tərəfdə bir şey yoxdur. Pastel fonda yaşayacağım. Bu tərəfdə düşüb. Bax, buranı tökürəm, dağıdıram, gedirəm. Ən çox mənim işim bax buradadır. Xırda işlər deyə əsəbləşirəm. Yəni xırda işlərə səbrim çatmır. Neyse, indi onu dedim sizdən başlayayım eləməyə. İlk öncə arkadaşlar başlayayım. Altları tökürəm bunlarımı. Çəkişə gedəcəm mən. Duş alacağım, sonra hazırlaşacağım. Masajların çəkilişi, sonra Sakuranın çəkilişi, 2 çəkilişim var. Şkartıcı paltar asmağa yer yok. Sonra çok sevdim. Bunu Sakura'dan almıştım. Renklerden beraber paylaşmıştım. Görmüştünüz değil mi? Etinin isince geldi. Çok sevdim. Gelin mikrofonu takım sonra diyeceksiniz sessiz gelmir. Mikrofonumuzu da taxıq yaxamıza. Keçən səfər yazmışdınız ki, mikrofon da taxtı səssiz yenə yaxşı gəlmir. Çünki maşında deyəsən kondisioner kodunu biraz vermişdim. Kondisionerin də fışıltısı gələndə eşitmək olmur yenə də. Belə başqa videolara baxdım, yəni başqa problem yaşanacağım yoxdur. Bu lastik kimi şalvarımı şeydən almışdım, Sakura'dan. Bundan çox xoşum gəlir. Həm bu rəngi sevirəm, həm çox rahatdır. Buna crop axtarırdım ki, dəstləşdirim. Maksimum masajlardan da bunu tapdım, bunu aldım. Ola bilsin bəlkə indi geyindim gedəndə. Çox qəşəng dəstə oxşayır. Elə bilirsən ki, dəstiksi bir yer. Belə. Bunu da qoyuram bura. Sonra bu. Bugün baseniyə gedəndə götürdüm. Maşının mehraba dəsmalı. Neyse bunu düşəndə aparım maşına. Qalmasın burada. Belə. Koydum bura. Xırda iş baba. Yenə də başqa işlər eləyirəm. O telefonun qabağı qalır. Mən yazıq. Telefonun yaddaşı da dolub. Birisi onun altına çəkirəm. Çalış nəbilim razılaşdı o kişiyle. Həftədə bir dəfə də deyən. Yəni razılaşacaq da ibrət edir, aşağı olsun. Çəkiliş Sonra bir yerdə gedib gələrsiniz də. Gör bir nə deyir, nə şey edir. Yaxşı elədin həyatım. Tamam, yazsın narahat olma, razılaşarıq. Allah ya istəyirsən razılaşma. Bir həftə sonra sənin yanına gəlsəyəm, Sakuya. Biraz öyrənsin, sonra da gələn həftədən başlaya bilərik. Ayın birindəndir. Hə, belə. Ayca. Onu çıxar... Dayan Allah. Çıxarda bilirsən oradan, hara ilişibsə. Hara ilişib? Bir dənə robot tusturam, baxım gəlirəm. Çıxartdın.
Hə, indi onu bir ay sağ ol. Все, bax belə. Nəysə, gedir harasa girir dar bir yerə, robot tuturam, çıxa bilmir, qalır. Bir yaxın bir videoda çıxıb qarşıma deyir ki, bir gün bu evi təmizləyir, bir gün bu təmizləyir evi, bir gün mən tosturam təmizləyirəm. Baxdım videoya, dəhşət bir şey idi. Yəni ki, bunun o qədər əziyyəti yoxdur. Həftədə bir dəfə çirkli suyunu dəyişirsən, təmiz suyunu doldurursan, zibil torbasının olayıca alınan, çünki evdə elə zibilli deyildi. Maksimum evdən götürdüyü pürçün, tükmüş, belə bir şey olar. Yəni evdə bir iri zibil olmur. Alandan elə üstündəki adnarazıda zibil torbası var. O da hələ heç dəyişməmişəm, amma dəyişməliyəm şey. O da Temu'da ucuzdur, 3-4 manatdır. Burada 20 manatdır adnarazlı torbası. Bu arada Sakura'dan nə alıramsa sağ olsun. Kassir Mina xanımımız mənim üçün belə paketdə verir. Bilirsiniz ki, bu ödənişdir. Yəni yığıram kolleksiya. Sakura'nın kolleksiyası. Sonra bunu qonaq otağına qoyun, burada əzilməsin. Bir kere bugün tərəziyə də çıxam, görüm ölçü olaraq nə qədər olmuşam, çəki olaraq. Açam da yoxlamıram. İşte elə bir kökəli barıqlamıram. İndi varis bizdən tərpənç olur. Yenə də onu yoxlayaq da gərək. Stilimizi də dəyişək. Restoranımız da gəlib buranı təmizləməyə. Bilmirəm, onun səsi ilə mənim mikrofonun səsi qarışacaq ya yox. Belə, əvvəl elə bir yorumlarda daha çox aktiv görürdüm sizi. İndi elə çox deyilsiniz. Niyə? Nə xoşunuza gəlmir belə aktiv deyilsiniz, yoxsa əvvəl təzə gəlmişdim deyə elə qarşılayırdınız. Elə xoşuma gəlir ki, inansız sizə deyim ki, TikTok'dan, Instagram'dan bu YouTube mənə maraqlı gəlir. Yəni artıq yazan, cəmi bir nəfər artıq yazmışdı. Bircə nəfər. O da ki, inanırsan şeydə linkini paylaşıram. Instagram'dan gələnlər də o daşımın təpəsinə döyənlərdir. O da qız idi. Ölürlər də, asıl paxıllıqdır. Bir də nəfər artıq yorum görmüşəm. Onu da attım bloka. Mənə elə izləyici lazım deyil. Bu adamlar var, baxış sayına görə səhifəsi böyüsün deyə baxış sayına görə iti də saxlayırlar, qurdu da saxlayırlar. Ora 50 dənə söyüş də yazırlar, yenə də yəni ki, söyləyirlər. Məndə yox. Qurban sənə 5 dənə izləyicim olsun, özüm kimi olsun, fərri olsun, mən lazım deyil. Hə, mən lazım deyil elə. Yoruma tökülsün, səhifə qalxsın. Mən yorumlar misal üçün güc-güc yazanları da silməsəm, eləməsəm, onlar da gələcək. Düzü səhifə də böyüyər, video kəşfətə başalıb gedər. Amma mənə elə lazım deyil. Mənə bir-iki dənə sağ olsun, xoş söz əlləriniz var olsun yazırsınız. Elə izləyicilər lazımdır. İçi paxıllı, qurtdu, mış-mış gəlib kininki dürətini oraya tökən izləyici mənə lazım deyil. Nə məni izləsin, nə görsün, nə bir şey yazsın. Səhv deyirəm, ay qızlar. Yəni mənim də xoşuma gəlməyən o qədər insan var ki, valla zəhləm gedir. Mənə bir şey eləməyib, amma yəni arası xoşuma gəlməyib. Normaldır. Kimisə də məndən xoşu gəlməyə bilər. Bu da normaldır, yəni. Eləsi var, misal üçün tanımadan xoşu gəlmir, tanıyır, deyir, mən başqa bilirdim. Eləsi var, tanıdı, tanımadan xoşu gəlmir. Yəni normal qarşılayıram. Mən heç kimə özünü məcbur sevdirə bilməz. Amma məcbur da deyilsən ki, gəlib yazırsan. Hələ fake hesablar. O günlərim TikTokda anlatmışdım da. O günləri çoxdan olarından bir ayda falan heç konkret anlatmıram. Hə, anlatmışam. Gəlib ağzına gələni yazır. Girirəm blok atmağa, girim yazıb ki, kontaktınızdakı kişilərdəndir. Telefonumdakı daşımı döyənlərdəndir. Blok atırsan, özündən uzaqlaşdırırsan, nə bilməyim. Davan olur, qırğının olur, nəysə olur, söz söhbətin görsən, sənə cındırlıq eləyib. Özündən uzaqlaşdırırsan, gəlir başlayır orada çənəsini döyməyə. Dur, rədd ol da. Vaxtları da var ya, bunlar vaxtım valla dəyərlidir. Gedib kiminsə səhifəsində yatmıram, eləmirəm. Maraqlı deyiləm, at bloka get. Məcbursan gəlib nəsə yazırsan. Səhv deyirəmsə deyin ki, səhv deyirsən. Taxtım başında. Sileyim. Xoşum gəlir, sərin olur. Pəncərəni falan hamısını açıq qoyuram. Təmizlik robotu yenə dayandı. Mən harda ilişib.
istəyirəm. Axırda da açıq qoyuram ki, sərin olsun. Hələ kondisioneri qoşmuram. Ona görə başlayayım qoşmağa. Buradakı bütün qum olur da, qum. Bildiyiniz qum olur. Susundan uyanıram. Amma bilirəm ki, otursam yenə qalacaq. Otursam yenə qalacaq. Yenə buranı qutara bilsin. Tek problemim buradır. Buranı bitirsəm, evin işi hazırdır deməkdir. Burada da bilirsiniz nədir? Məsələ. Bujuteriyalarım, xırda işlər. Mən bunu vaxt eləyib, gedib özümə bir dənə bujuteriya qabı ala bilmirəm ki, bu xırda şeylərin hamısını yığam bura, səliqəli. Məsələ budur. Qarışıqlıq olan məsələ önü tərəfdən. Bax, göstərməsin. Stereodakı nə qədərdir? En qədər, maşallah. Hamısı bujuteriyalar, siyirmalar orada, çarpmışam, atmışam, gitmişəm. Bu parfümləri kim istəyir, kiməsə verim. Kiməsə verim bunları. Madalarımız. Oradan başlayayım ay qızlar. Küçük. Bunların hamısını toz alınmalıdır. Orada qalıb tozlanıb. Madalarım. Burada görüm atlası şeylər. Bir oxatan gülcü olaraq. Onu özüm almışdım. Buradaki izleyici almışdım ona. Pink. Sevirəm də. Seveyim. Bu yuyulmalıdır. Hiç boşasın. Bu kosmetik çanta yuyulmalıdır. Yaman günlər. O da yuyulmalıdır. Bu da yuyulmalıdır. Görün bunun içində nə var? Bujuteriya çıxan oxuyur. Özümə bir xəsiyyətim var. Bax, hər yeri atıram deyə bujuteriyalarımı itirirəm. Baş üçün mandalalarım. Mıy. Yeni mandalalarım. Bir dünya. Taraş yoxşamır. Bu da yuyulmalıdır. Bunlar aparım atım duşaq. Bu qələm. Hayda, belki üzümə maska qoyma. Dəlisən Salə, bu qədər işin içində qoy da. Üzüm narsız, bilsiz nədir? Aslında gələ bunun adını bir videosunu çəkəmək. Üzüm bilirsiniz nədir? Qupquru. Sən evdəsən, iş görürsən burada. Hələ bunlar maskalarım nə qədərdir? Heç bilmirəm bu qızılı maska. Baxın, qaza gəldim. Düzdür, biraz xortdan oxşayacaq. İçi qurtların biri gəlib yazacaq ki, nasıl xortdan oxşayırdın da? Gerek. Biraz üzümə yazıq nəmləndirsin. Onsuz da iş görürüm. Ta-ta-ta-tam. Oha, ne geçik kokusu var özde başka. Gelme tamam video çekip görsen biraz geçsin göstereceğim. Onu da kurtaracak canımız bu problemden. Buradan önce nefes alamadım. Bu arada məndə çəpərliyi var, nə var bilmirəm. Nefes alma problemi var. Ay, qəşəng sərin. Neyse kızlar, bunu atın bura. Bu Fira Kosmetik'ten elde ettiğim baş bandı, qolluqları da bunlar da səliqəli qoyun bura. İkinci buranı silim ki, heç olmasa bir yana gözümü bura görsənsin. Bir dənə bura linzanın suyu istifadə edirəm da işdə qədər linza suyum var. Atlamayın. Linza qabları.
Bunsuz özümü təsəvvür belə eləyə bilmirəm. Günahsız ancaq bundan təmiz istəyirəm də, yəni. Bu bitəndə nəfəsim dayanır. Ətirləri də qoyun bura qalsın. Kimisi verəm. Aslında burada böyle bir bürteri qabı var. Prosta bunu istifadə eləməyəcəm. Keşə bir şey istəyirəm. Dəfəmliyi alım. Ayman. Burada da seki koymuşam. Qabı güneşin altında qaralır. Yəni sekim burada. Mıy mıy mıy. Dünən qəşəng yağış yağırdı. Bugünkü istiyə bax. Ne güzel yağış yağırdı ki. Bir defa yine birbirimiz çıktı. Şu. Evi təmiz eləyib, işimə gedirəm qızlar. Elə rahat oluram sonda. Deməli, kiprim qutarıb, bazam qutarıb, sabitletici qutarıb, geri alam. Onlar da almağa gidəndə bir yerdən alıram. Orada da ki maşını saxlamaq problem deyil. Burada da şəklimiz görünür. Bir də albomum var qoymağım. Tarih gəlin toyununa. Bir dənə albom alam. Bura qoyuram şəkillərin arası bir dərədədir. Şimdi şəkil çox məcbur olanda şey eləyirəm. Şəkil belə çəkdirməyi belə telefonumda sevirəm. O səhifəlik. Belə şəkil çıxartdırmağı sevirəm. Aslında heç baxan yoxdur. O günlərdə bir dastanlıq şəkillər çıxartmışdım. Arxivdə değil mi? Onu niyə çəkdirmişəm? Nə səbəbə çəkdirmişəm? Səsimi yəqin ki, yaxşı başa düşürsünüz. O gün bir izləyici yazıb ki, çox yaxşı danışırsınız, adam yorulmur. Bəziləri kimi hayküylü deyirsiniz. Düşünürəm ki, yorum olaraq mənim ahıram deyil də o hayküylü. Bu da maşınımla kəmər taxılan yeri öz tərəfimə taxmıram. Digər tərəfə taxıram, birini taxmışam. Öz tərəfimə də kəmərə belə keçirdirəm ki, çəkməsin kamera. Bunu da gəl apara maşına qoyum. Hə, o hayküylü mənlik deyil ki. Yəni, elə bacarmıram. İstəsəm belə, yəni, bazar abu havalı. Olmaram. Belə. Burada nə var? Atılası, atılmayası. Buranın da işi çoxdur. Bunları aparım qoyum. Xaldinki əlimdə gəlmir. Aşağı dərmanı. Bunları da aparım qoyum. Xaldinki. Burada nasıl bir kibrit var? Bunun anlamı yoxdur. Atıram o yana. Kibrit qaynağına getmirəm ki, siz də makyajı falan çox şey yiyirəm. Vay olur da. Vaxtım yoxdur, dəqiqədən bir gedəm uzanam orada. Bu arada meyillənirəm. Arada da deyirəm, neysə. Sonra dırım. Buranın işi qutarsa dərindən nəfəs alacaq. Ciddən. Deməli, üzümdəki maskanı çıxartdım, üzümü yudum. Bu qabları da bu arada yudum hamısını. Qəşəng bir şampunladım, masakaladım.
ki, yine həmişə kimi başlayıram gecikməyə. Burada işlər ancaq vaxt tələb eləyir. Təbii ki də mənim də ona vaxtım yoxdur. Probkalara düşəcəm yenə də. Masazların probkası, neçilərin probkası, zərlərim. Zər elə çox istifadə edən deyiləm. Almışam da. Hər cür zər var. Zərdən istifadə eləsəm çəkdirsin, paltarların hamısı bata. Maksimum harasa gedəndə. Onda da elə eləyən deyiləm. Salonda falan olarsa onlar eləyərlər. Elə eləyən deyiləm. Pomadaları yığım bura. Pomadalarında elə çox var ki, işlətmirəm. Bildiyiz işlətmirəm. Ən çox işlətdiyim Notun highlighteridir. Notun sonra rumiyanasıdır. Çox işlətdiyim olardı. Qolluqlarımı bir buradan qoyun. Birini buradan qoyun. Sonra burada da pomadalarım var. Bunları işlədirəm. Bunlar demək olar gündəlik işlədirəm. Bunu da işlədirəm. Biraz uzaqdan qoyun. Görəsiz. Dodaqdan parıldaydığını neysə sevirəm. Çox qəşəngdir. Sonra tuş bir dənə də var idi. Bunlar hamısını bura qoyun. Çəpə baxın. Saçım başım yaman gündə. Belə mini salfetləri sevirəm. Həmişə də alıram. Bu nədir? Bunun içində var mı, yox mu? Heç bunun varlığını. Yoxdur, amma Kikonun rumiyanasıydı. O da bitib. Elə bir gün qalıb sevindim. Deməli, sonra bunları bura qoyuruq. Nemləndirici pomada. Bunu işlətmirəm. İşlətmədiklərimi bu tərəfdən yığım. Ən gözəl. Sonra saç rezinləri. Hara gəldi, atıram. Sonra da qalıram belə hardadır. Bu da belə. Bax deyirəm də, xırda işdir ya. Bitmir. Bunları qatlayın, bura qoyun. Bu da saç rezini. Bunlar da işlədiklərimdəndir. Bu da qəşəng zərdir belə. Belə vurmağa falan necə deyim sizə. İçində qəşəng iri-biri adını tapıb deyəmədim. Yaxşı zərdir. Amma xırda zərdir. Bura qoyun. Bunu işlətməmişim. Bunu üçün bilməm. Dəstin içindən çıxıb. Bundan da balacası var. Böyüyü var. İşlətməmişim. Sonra göz ətrafı üçündür. Bəlkə bunu vurum biraz. Üzümü yuyacağım. Nə qədər məhsullarım var. İnanın ki, heç birini işlətməyə vaxt yoxdur. Bunlar baxım tələb eləyir. O baxıma da mənim vaxtım yoxdur. Bırax. Vurdum. Ay Allah, çox mesajlar dayanır. Aycan. Eləyəndə, sən niyə söz uzadır, mən bilməm. Çoban salak eləyəndə çəkirəm. Nəyi? Ay Allah, baş üstə. Mən də səndən olar bir şey xahiş edeyim. Olar, eləyəcəksən.
O baxır, özü avtomatik deyir. Bunu elə, mən deyəndə o baxır. Olar ki, arada həyətə düşəsən, idman eləyəsən, potalaşırsan, olmuşsan da boyda. Bax, bir gün sabah sərciyi burada görsədəcəm. Deyəcəklər ki, ya tapmış oğlumuz var. Necə olar? Özü arıqlıq səni görsədəcəm. Razılaşdıq. Sən belə relaxsan da, yəni demək istəyirsən, hə? Çok düşməm. Hiç aşkım. İmzalarım. Ev turu demişdiniz. Bu da size ev turu. Bir şey dolgu yığışdırdım hamısını. Vaxtımı baxın bura apardı. Bir tane burada kəmərlərim olan yer var. Bir dəfə də vaxtım olanda oranı təmizləyəcəm. Bu mənim yataq otağım. Sonra sən keç bu tərəfə zəhmət olmasa düşməyəsən. Buranı bir göstərmişdim, bir də göstərirəm. Bura qonaq otağı, divanı uşaqlara görə açmışam. Televizora baxanda rahat uzanırlar. Onun üçün yığışdırmıram. Bura bu. Keçəsən. Mətbəxi zaten görmüşdünüz. Belə də görün. Bir dənə də uşaqların otağı, onda seyyadır. Əslində göstərə bilərəm. Siz başına kimi örtüb. Göstərə bilərəm. Bu da uşaqların otağı. Baxın. Belə. Все. Koridorumuz. İndi gedim duş alım, tez hazırlaşım. Makyajımı falan çəkilişə gedək. Deməli, başlayaq makyaja. Lizaları tapdım. İnsanlar ona göre hangi makyaj sade eləyirəm. Sade makyaj elədiyim üçün gəlməyəcəmsə biraz abartılı eləsin də. Salaya girəndən bəri buramı da əzmişəm, buram getdi, buram qalıb. Şkafın o qapılarına gəlməkdən beter olmuş. Ne deyəcəkdim? Salaya girəndən baxın qaralmışam. Bizim ama qabıq verir. Üstün bildiğimiz qabıq verir. Nemlendiricini de vurduk. Belə qızlar, neyse ki şalvarımı giyindim, köynəyimi dəyişmədim. Çünki vaxt yoxdur neyse ütüləməyə. Canlaşdığımı dəyişdim. Makyajım da burada sadə makyajım. Saçımı əslində belə də eləyə bilərəm. Çəkilişdə bir də görsən saydıram belə eləyirəm. Buna əfsus belə sevirəm. Belə olmağını da çox sevirəm. Səliqəli görsənir. Все, gedim bir stəkanlı çay için, qaçın gedim. Yolun hələ başlanğıcındayıq. Masasının məşhur probkası başlayacaq. Buna baxın. Hələ gedib bura çatmalıyam. Buradan sonra çıxmalıyam. O probka ilə getməliyəm. Sakura'ya çatmalıyam. Ay Allah. Allah kömək olsun. Deyirəm də mənim normal bir gün hər şey belə rahat, geniş, sərbəst eləyəcək günüm yoxdur. Hər yerə tələsməliyəm. Gördünüz qızlar. Nəhayət probkanı yola verəndən sonra gəlib çıxa bildik. Bu da bizim Masazır AVM. Gördüyünüz bu Navastroykan aldı. Obşi AVM'nin mağazasıdır. Uşaq geyimləri, bəylər üçün, xanımlar üçün. Nə desəz var? Bunlar burada ümumiyyətlə baxın Sanitonun yanındadır. Burada nə desəz var? Neçə yaşa istəsəz? Hansı zövqə desəz var? Masazır AVM. Gedək görək. Parkovkada bizə yer saxlayacaq mı? Verəcək mi? Bir dakika. Özdə buranın cəmaatı əgər Masazırdan izləyən varsa ən çox gileyləndiğim tərəf haradır. Yol vermirlər. Heç araları yoxdur yol verməyin. Yəni təkdə düşür də insaflısı. Buradan həmişə pavrotniki yandırıram. Dönürəm. Tez dönək. Ama baba gözləmədi. Bak sürətlə gör necə gəlir. Görsən? Sağ olsun. Qardaş verdi. Gecə girək yer tapacaq. Parkovkadayım. Sağ olsun.
Yer olmasa bile həmişə mənə yer tapır. Görək hara aparır indi. Əsas məsələ sağ olsun. Yerləşdirim bura. Görsən bax, səni belə çəkəndə kameranı silib çəkirəm. Amma sən öyrənmədin. Yəni sən öyrənmədin. Bax, təmizləyir. Yine kirdi temizliyorum. Görsənmi? Yine Sadə. kombinimizdeyiz. Sadə giymişəm xanım. Tut gəlin, gəlin belə. Ay sağ ol. Ayda. Görə bilərəm. Gelib gəlməz. Vallahi giymişdim. Su qoymadılar. Bəli, geyim bizim mağazadandı. Akşamlar da Kirləşirik. Aa. Bəli. buradan gidelim. Allah'ım buradan bir yarıma düştü. Ama görmüyor ki şeyini Kemal ne demiş ki bu benim almış. Gedirik. Gittik. Uşaq diline girək. Burası sakitçe. Gördüm ha. Ay Allah, kavgalı gəldim. Maşallah olsun. Mağaza həmişə kimi doludur. Bir telefon azmış kimi, iki telefon maşallah. Bunun hamısını yığacaq qoyacaq cibinə. Deyəcək. Hamısını yığın cibinə. Burada yazılmış Allah düşür elimdən. Gəlin nə qəşəng dəst gəlib baxın. İkiliyi belə bir dəst. Hoşuma gəldi. Ala bilərsiniz, qiymətlər də burada çox asikdir. Kimsə yorumda yazmış ki, çox sözündən çox istifadə edirsən. Nə ola bilər ağız verdiyi yəqin ki. Neyse arkadaşlar geldik Sakura'ya çıktık. Saat 8:20 dəqiqə. Aslında pis gelmedim. Böyle güçlü bir tortu olmadı. Ben geldim çıktım. Sakura. Abilerim var beresine gittim. Ben seni. Hamısı YouTube'a gələdir. Əsəbləşmə, sanki güzel ıslanırsan. Ben var belə. Məlik Ben görmemi necə yerdən uzaqlaşdırım o kişilikdə. En güzeli. Tableti öndeki buradadır. Ha, bu da mən. Samanı tapaq başlayaq. Yedik onu. Sen qıratlasın artıq. Burada belə Allah'ım. Qabaqda aysa çıxanlar. Verin mən. Sən verin mən. Şimdi ol. Kalma ne için elimizde saklamışsın? Bunları apardan yığmayı yerləndi. Bəli, qapaq qız oldu belə. Bize yer var yoksa yok da. Bu dəqiqə. İnşallah. Bu dəqiqə həll edəcəm. Gel day. Neden kesin? Niye gelmirsen? Neyi de çekelim ne onu? Sen bana gel. Gəl. Bizim yer diyor ha. Gel. Danışmıram mən. Ay kız demeli boşadı beni. Özümü yandırdım pis yandırdım. Onu mu? Özümü yandırdım pis yandırdım. Neyin harda? Barışmayasın. Sabah şirin niye yerim? Saçının rengini değiştirmiş 3 gündür. Bir fərqinə varmış. Mən sənə fikir verərsən, mən fikir vermirsən. Boşadım sən. Boşama. Hamının səhv olur, günah olur. Sabahlarım özümü bağırsaqdırarım. Sabah yoxsa səsəm olsa çağırdım gəlmirsən. Çağırdım başladı. Yiyim o şeyi. Niye dayandın? Bak pilotu yemiştim. Bak hisselet ki çekil. Sen ne kadar bilirsen Fida. Güzel görünürsüz. Narin, hassas, orantılı kulaklarım neler? Bugünü de böyle tamamladık. Geldim, çaktım. Sakuran da çekişini çektik. İlk ise gidirik hara. Evet, gidip evde videonuzu tamamlayayım. Sonra akşam birleştirin. Hazırlayıp sabahları paylaşırım. Temel arkadaşlar geldik eve. Önce size çekesi bir şey kalmadı. Bundan sonra da bu saatten sonra istirahat edeyim. Günümü demək olar yarısını çəkmişəm. Hamısı demək günümün yarısını çəkmişəm. Gedim yemək yiyeyim, çay içeyim, istirahat edeyim. Sabahları yeni günə başlayırım. Sabahları da masajda çəkilişi yox, masajı biləyim. Sabah da Əhməd
çəkilişi. Bir də ki, neftçilərsə Quran çəkilişidir. Sonra nədir? Neftçilər çəkilişi. Şu. Belə. Öpürəm hepinizi. Sağ olun. Gecəniz xeyrə. Like atıp yorum yazmağı unutmursunuz. Abone de olursunuz. Hələlik.